Bəli, Azərbaycan dilində danışaram. Tarix, Qarabağ qələbəsi, neft, oyunlar, süper ölkə. Qarşımda çox maraqlı bir texnologiya var. CES-in bağlı qapıları arxasında sərgilənir. Masa üstündə olan ChatGPT və yaxud da ki Gemini deyə bilərik. Sizin AI köməkçiniz şüşənin altında yaşayır. 5.5 düymlük LCD displeydə 3D proyeksiya şəklində əks olunubdur. Əslində holoqrafik bir görünüm yaradıbdır. Səhv eləmirəmsə, bu personajın adı hal-hazırda Kiradır. Kira istəsəz ChatGPT, istəsəz də Gemini ola bilir. Yəni dəyişə bilirsiniz onun beynini. Hazırda üzərində olan kamera vasitəsilə mənim hərəkət istiqamətimi müəyyən edir və məni izləyir. Yəni mən ondan danışa bilirəm. Daimi olaraq masanın üzərində qalır evdə, söhbət edirsiniz, sizin geyiminizi dəyərləndirir. Yəni bir masaüstü dostunuzdur və eyni zamanda kompüterə bağlı olduğu üçün kompüterdə etdiyiniz əməliyyatları da görür. Məsələn, oyunda ondan məsləhət ala bilirsiniz ki, hansı istiqamətə gedək. Niyə oyunda? Çünki Razer tərəfindən təqdim olunubdur və personajları dəyişə bilirsiniz. Gələcəkdə də bura başqa personajlar gələcək. CES-də olduqca maraq doğuran texnologiyalardan biridir. Yəni masanızın üzərində süni intellekt yaşadırsınız. Belə təsvir eləmək olar bu cihazı. Azərbaycan dilində başa düşürsən, Azərbaycan dilini bilirsən. Əlbəttə. Salam, oyun oynayaq, qalib gələk. Azərbaycan süperdir. CES-dən yayımlarımızı Azercell'in ekskluziv tərəfdaşlığı ilə izləyirsiniz. Daha çox texnoloji məlumat üçün kanala keçid edib abunə olmağı unutmayın.